Salam, mən Nərmin müəllimə. Sizin istəyinizi nəzərə alaraq 7-ci sinif REFEM səviyyəli test toplumumuzdan bir sualın izahını paylaşacağam. Eləcə də, yəni əgər bu test toplusunda sizin üçün də maraqlı və yaxud da qaranlıq qalan bir sual varsa, bu videonun altına rəy olaraq yaza bilərsiniz. Mən o sualı da izah edib paylaşacağam. Düzgün çıxışları seçin. Deməli, birinci bölmə, səhifə 5, sual nömrə 11 izah edirəm. Düzgün çıxışları seçin. Qida maddələri daha sadə birləşmələrdən mürəkkəb birləşmə əmələ gətirdikdə enerji ayrılır. Qida maddələri daha sadə birləşmələrdən daha mürəkkəb birləşmə əmələ gətirdikdə enerji toplayır. Yəni bu düşüncə səhv düşüncədir və baxırıq, həqiqətən də qarşında bunu bizə səhv düşüncə kimi vermişdir. Demək ki, birinci nüans doğrudur. 2. Qidalardan ayrılan enerjinin bir hissəsi bədən temperaturunun sabit saxlanmasına sərf olunur. Bəli, doğru nüansdır, amma baxırıq ki, burada bizə səhv olaraq vermişdir. Demək ki, ikinci nüansımız səhvdir. 3-ə baxırıq. Qidalardan alınan enerji orqanizmdə müxtəlif bioloji funksiyaların yerinə yetirilməsinə xidmət edir. Bəli, düzgündür və burada da elə bizim üçün düzgün qeyd olunmuşdur. Demək ki, üçüncü nüansa düzgündür. Və 4. Canlılar enerjidən qənaətlə istifadə edir və ətrafa səpələnməsinə şərait yaratmır. Canlılar enerjidən, bəli, qənaətlə istifadə edir, amma ətrafa səpələnmir. Belə ki, bizim qidalardan qəbul etdiyimiz enerjinin bir hissəsi orqanizmin temperaturunun sabit saxlanması, bir hissəsi bioloji funksiyaların yerinə yetirilməsi, digər bir hissəsi isə, yəni sərf olunur, digər bir hissəsi isə sərbəst şəkildə ətrafa səpələnir. Yəni burada şərait yaratmır, yanlış düşüncədir və baxırıq eyni zamanda özü də bizə yanlışlıq vermişdir. Deməli burada 4 də düzgündür. Yəni 1, 3, 4-cü çıxışlar düzgündür. Belə. Yəni bunu belə izah edə bilərik. Məsəl üçün biz ağır fiziki iş görürük və yaxud da idman edirik. Yəni hərəkət zamanı bədənimizdə enerji, istilik əmələ gəlir. Bu istiliyin bir hissəsi ətrafa sərbəst şəkildə paylanılır. Buna görə də biz fiziki iş gördükdə bədənimiz isinir və yaxud da idman etdikdə bədənimiz isinir. Yəni, misal üçün, mən bir köynəyin üzərinə bir gödəkçə geyinmişəmsə, biraz idman və yaxud da fiziki iş gördükdən sonra o gödəkçəni artıq çıxarıram. Niyə? Çünki ətrafın bir hissəsi ətrafa səpələnir, o enerjinin bir hissəsi ətrafa səpələnir və mən əgər üstdən qalın geyinmişəmsə, mənim geyimim icazə vermir o enerjini ətrafa səpələnməyə, o geyimin altında toplanır. Bu da mənim bədənimin həddən artıq isinməsinə səbəb olur. Buna görə də artıq mən geyimi çıxardıram. Çünki enerji ətrafa sərbəst şəkildə yayılsın. Belə. Növbəti izahlarda görüşənədək yenə deyirəm, əgər bir sualınız olarsa, eləcə də onlayn şəkildə REFEM hazırlıq və yaxud da təkmilləşdirmə dərslərimizə qoşulmaq istəsəniz, əlaqə saxlaya bilərsiniz. Uğurlar.